ali təhsildən danışmışkən, elə ümumiyyətlə ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib. Çox gözəl bir xəbərdir və biz bunu müzakirə etmək üçün təbii ki, qonağımız da artıq yanımızdadır və qonağımız İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin müdiri Vüsalə Qurbanovadır. Sabahınız xeyir. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Necəsiniz? Sağ olun, siz necəsiniz? Sağ olun, çox sağ olun, yaxşıyıq. Elə bu təhsil proqramından gəlin, ətraflı danışaq. Bu proqramın həyata keçirilməsində əsas məqsəd nədir və ali təhsil müəssisələrində bu hansı dəyərləri qatacaq? Əlbəttə, çox sağ olun dəvət etdiyiniz üçün. Ümumiyyətlə, layihə barəsində ümumilikdə məlumat verim ki, layihəmiz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eyni zamanda Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində yaranmış bir layihədir. Layihənin əsas qatacağı dəyər, ölkəmizə əsas dəyər ondan ibarətdir ki, biz illərdir ki, ali təhsil müəssisələri sənaye universitet əməkdaşlığını nail olmaq istəyir. Bu əməkdaşlığa nail olmaq istəyir. Sənaye universitet əlaqələrini qurmaq istəyir və biz bu əlaqələri qurmaq üçün birbaşa sənayeni universitetin içərisinə gətiririk. Bu böyük bir təşəbbüsdür və bununla da eyni zamanda tələbələrin bildiyimiz kimi bütün dünyada tendensiya belə gedir ki, ali təhsil müəssisələri ümumiyyətlə tələbələrə nəzəri biliklər verir. Amma biz bu layihə ilə tələbələrə nəinki nəzəri biliklərlə yanaşı praktiki biliklər də verəcəyik. Əsas dəyərlərimiz bundan ibarətdir. Vüsalə xanım, bu təşəbbüs kimlər üçün nəzərdə tutulub və əsas meyarlar nələrdir? Təşəbbüsümüz əsasən nəzərdə tutulub ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin 3-cü tədris ilində təhsil alan tələbələr üçündür. Bu tələbələr məhz 400-dən artıq bal toplayan, yəni qəbul balı 400 baldan yüksək olan tələbələrdir. Onlar üçün nəzərdə tutmuşuq. Sual ola bilər ki, nə üçün 3-cü kurs, nə üçün digər kurslar deyil? Ənənəvi təhsil proqramlarına baxsaq, ümumiyyətlə, ali təhsil müəssisələrində təhsil proqramları üzrə hazırlanmış tədris qrafiklərinə nəzər yetirsək, 3-cü tədris ilində tələbələrə məhz ixtisası üzrə dərslər keçirilir. Biz həmin o ixtisaslaşma ərəfəsində bu bilikləri, bu tədrisi onlara aşılamaq istəyirik ki, məhz onlar bu sahədə ixtisaslaşsınlar. Bir məqamı qeyd etdiniz, fikrimdə o qaldı, nəzəri biliklərlə praktik biliklərin bir növ birləşməsini yaradırsınız. Çünki bəllidir ki, dünya məktəblərində, ümumiyyətlə digər Avropa ölkələrində həmişə kolleclər daha çox praktik bilikləri öyrədir. Universitetlər isə nəzəri bilikləri öyrədir. Siz bir növ onları birləşdirirsiniz və artıq uzağa getməyə gərək yoxdur sanki. İnsanlar, daha doğrusu tələbələr praktikadan da keçirə biləcəklər öyrəndiklərini. Düzgün anladım, doğrudur mu? Bəli, düzgün anladınız. Sadəcə burada kollec və ali təhsil müəssisələrinin təyinatları fərqlidir. Bu bir bənzətmə idi, sadəcə bir bənzətmə etdim, amma ümumi olaraq. Kolleclər, ümumiyyətlə, nə üçün kolleclərdə praktiki biliklər verilir? Çünki kolleclərin əsas məqsədi əmək bazarına tələbələrin hazırlanmasıdır. Ali təhsil müəssisəsinin əsas məqsədi düzdür, onlar da əmək bazarına hazırlayır. Amma ondan sonra bakalavriat səviyyəsindən sonra magistraturadan sonra doktorantura gəlirdi. Bu bir növ eyni zamanda nəzəri bilikləri də öyrənməlidir deyinə, orada daha çox nəzəriyyədir. Əsas lazım olan da məsələ məhz budur. Çünki universitetdə biz oxuyanda bizə o praktik biliklər sanki çatmır. Yəni onu həyata keçirməyə, onu tətbiq eləməyə çatmır. İndi daha bir növ asanlaşacaq və öyrənmək prosesi də daha da asan olacaq sanki. Bunu qeyd etmək istəyirəm ki, bu yalnız Azərbaycanın problemi deyil. Bu bütün dünyada olan problemdir. Düzdür, həmişə biz özümüzə qarşı çox kritik yanaşırıq ki, bizim universitetlər nəzəri biliklər verir, bizim universitetlər belədir, bizim universitetlər elədir, amma məsələ bu həm də inkişafı hesablanır, əslində çox da pis deyil məncə. Bəli, yəni bu tendensiya bütün dünyadadır. Bütün dünya universitetləri nəzəri biliklər verir. Orada başqa məqamlar da olur, hansı ki, sənaye gəlir universitetin daxilinə, sifarişlərini verir və o sifarişlər əsasında ali təhsil müəssisələri tədqiqatlarını qarşıya qoyur. O məsələlər var, tendensiyalar var dünyada. İndi bu sahədə də işləyirik ki, bizim universitetlərdə bununla silahlansınlar. Bəs seçim prosesi nə qədər, hansı mərhələlərdən ibarət olacaq? Kimlər seçilə biləcəklər? Bir qaydalarınız varmı? Bəli, seçim prosesi artıq dekabr ayının əvvəllərindən başlayıb. Biz artıq elan vermişik. Həmin elana qeydiyyatdan keçirirlər tələbələr. Hətta bugünkü deməli statistikaya əsasən
1000-dən çox application var, yəni nəzarət edən, deməli, müraciət edənlər var. Onların 575-i bizim tələblərə uyğundur. Yəni bunlar 3-cü kursa təhsil alırlar, 400 baldan yüksək bal toplayanlardır və ondan sonra bu mərhələni keçəndən, yəni bizim o kriteriyalara cavab verən tələbələr növbəti mərhələ imtahan mərhələsinə keçirlər. İmtahanımızı həftənin sonu nəzərdə tutmuşuq. İmtahandan uğurla keçən tələbələr isə növbəti mərhələ intervyuya, yəni müsahibə mərhələsinə keçəcəklər. Deməli, imtahan mərhələsində tələbələrin texniki bilikləri və IQ bilikləri, yəni təfəkkürü yoxlanılacaq. Məntiqi təfəkkür, bəli. Məntiqi təfəkkür yoxlanılacaq, bəli. Ondan sonraki mərhələdə, müsahibə mərhələsində isə artıq tələbələrin bu proqrama nə qədər motivasiyasının yüksək olduğu öyrəniləcək ki, biz bilək ki, tələbə həqiqətən proqramı sona qədər uğurla yerinə yetirəcək, yoxsa yox. Və əlbəttə ki, bununla yanaşı ingilis dili bilikləri ən azı B1 səviyyəsində olan tələbələr keçəcək. Sonra xanım, tədris formatı necə olacaq? Tədrisin formatı, həmçinin bu proqram orada iştirak edən tələbələrə hansı akademik və praktiki üstünlükləri qazandıra biləcək? Tədris formatı ənənəvi tədrisdən fərqli olaraq bootcamp formatında olacaq. Yəni, bu fərq əsas nədən ibarətdir? Ənənəvi tədrisdə tələbə bir semestr ərzində təxminən 5-8 fən keçir. 5, 6, 7, 8 fən keçir. Amma burada, məsələn, bizim istiqamətlər kiber təhlükəsizlikdir, data və AI, yəni süni intellektdir, web development üstəgəl AI-dır və 4-cü istiqamətimiz isə DevOps və cloud computingdir. Bu, məsələn, əgər tələbə bir sahəni seçdisə, məhz həmin sahə üzrə mövzuları keçəcək. Yəni, orada fənlər deyil, ali təhsil müəssisəsindəki kimi biz fənləri keçirik və sonda imtahan veririk. Düzdürmü? İmtahandan keçdikdən sonra növbəti ilimizə, tədris ilimizə keçirik. Burada mövzular keçirilir, tutalım kiber təhlükəsizlikdir. Kiber təhlükəsizliyi ilə bağlı bütün mövzular keçirilir və yekunda Capstone layihəsi ilə yekunlaşır. Yəni, ali təhsil müəssisələrində də var, amma çox az yayılmışdı Capstone layihəsi. Biz bu, artıq ənənə gətirilib Capstone layihəsi, onun davam etdirəcək. Yəni, Capstone layihəsi də nə verir tələbələrə? Gələcəkdə, deməli, bu innovasiya ekosisteminin genişlənməsinə, ola bilsin ki, oradan hansısa bir startup çıxdı. Yəni, bu kimi deməli, təşəbbüslər gözlənilir. Startup dediniz, mən belə nəticəyə gəlirəm ki, bu layihələrin həyata keçirilməsinin əsas məqsədi elə tələbələr arasında yaxşı startupçıları yetişdirməkdir həm də, doğrudurmu? Və mən fikir verdim, layihənin icrasında Ironhack şirkətini seçmişsiniz. Çox maraqlıdır. Yəni, hansı meyarlara əsasən məhz bu şirkət seçilib? Ümumiyyətlə, biz seçərkən müxtəlif, deməli, qarşımızda seçim çox idi, həqiqətən seçim çox idi və biz əsas meyarlara baxdıq, həmin şirkətlərin qlobal, deməli, dünyada qlobal yeri olsun, bəli, öz yeri olsun və Ironhack beynəlxalq, deməli, reytinqlərdə top 10-luqda olan şirkətlərdən biri idi. Eyni zamanda onların biz məşğulluq, onların məzunlarının sayına baxdıq, onların məşğulluq səviyyəsinə baxdıq ki, 85% üzərindədir onların, yəni həmin onların bootcampını bitirən məzunlar 85%-i işlə təmin olunurlar. Yəni bu kimi kriteriyalara baxdıq ki, hansı ki, sabah bizim tələbələrimizə də böyük dəstək ola bilər. İnnovasiya ekosistemindən danışdınız, Salih xanım. Bu təşəbbüs özü uzun müddətdə, yəni perspektivdə bizim innovasiya ekosistemimizə hansı töhfələri verə bilər? Nələr proqnozlaşdırılır ümumiyyətlə bu istiqamətdə? Deməli, əvvəldə də dediyim kimi, ilk öncə bizim gözləntimiz sənaye, universitet əməkdaşlığının möhkəmlənməsi, genişləndirilməsidir. İkinci gözləntimiz IT sahəsində olan kadr bazasının möhkəmləndirilməsi, kadr ehtiyatının yaradılmasıdır. Üçüncü gözləntimiz məşğulluq və məhsuldarlığın artırılmasıdır. Dördüncü, artıq dediyim kimi, ölkəmizin startup kadrlarının, startup deməli təşəbbüslərinin möhkəmlənməsidir və yekunda əlbəttə ki, bu gətirib nəyə çıxarır? Azərbaycanın beynəlxalq əməkdaşlığının genişlənməsinə. Yəni biz xarici şirkətlərlə, İspaniyanın Ironhack kimi şirkəti ilə, dünyada tanınmış şirkəti ilə əməkdaşlıq quraraq universitetlərimizin də, əlbəttə ki, bilirsiniz, universitetlərimiz artıq 13 universitetimiz
Times Higher Education'da yerlər alıblar. Mən onları bir daha təbrik edirəm bu deməli nailiyyətlərə görə, amma yenə də o deməli əməkdaşlığın genişlənməsinə gətirib çıxarır. Və mənə maraqlıdır ki, bu kimi layihəni siz öncə etmisinizmi, yoxsa bu sizin ilk belə pilot layihəsi kimi dəyərləndirilir? Yoxsa əvvəl edilib və nəticələri varmı? Xarici təchizatçı ilə, bootcamp təchizatçısı ilə ilk dəfə olunur. Əslində deməli 2020-ci ildən başlayaraq Elm və Təhsil Nazirliyi başqa bir layihə, buna oxşar bir layihə edir. Hələ də onlar davam edirlər. Onlar yerli deməli şirkətlərlə bunu edirlər. Biz bir addım da qabağa keçdik ki, onu xarici şirkətlərlə edək. Fərqinə baxaq ki, fərqlər haradadır, nə yenilik götürə bilərik. Çünki deməli Ironhack keçdiyi fənlər, keçdiyi mövzular, fənlər deməyim, keçdiyi mövzular tək Azərbaycanda tədris olunan mövzular deyil. Təsəvvür eləyin, onlar neçə ölkədə onların əməkdaşlığı var. Məsəl üçün Niderlandda var, Porto Rikodur, İspaniyanın özündədir, sonra Səudiyyə Ərəbistanda, bu kimi və digər ölkələrdə onlar hansı mövzuları keçirirlərsə bütün dünyada, Azərbaycanda da eyni mövzuları keçəcəklər. Sara xanım, bir məsələni də xüsusi istəyirəm qeyd eləyək, çünki biz danışırıq bayadan bu proqram ətrafında. Bu həm də ödənişsizdir. Tələbələr həm də bunu bilməlidirlər. Ödənişsiz proqramda bir də gələcəkdə bu və buna bənzər başqa proqramlar nəzərdə tutulubmu? Belə bu tip layihələr gələcəkdə də olacaqmı? Ümumiyyətlə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq biz bu tip kifayət qədər layihələr həyata keçiririk. İstər tələbələrlə, istər ali təhsil müəssisəsini bitirmiş, amma əmək bazarında iş tapa bilməyən şəxslərlə daha çox fokusumuz onlardır ki, biz bu şəxsləri tapaq, bu şəxsləri savadlandıraq, bilik verək, praktiki biliklər verək ki, onlar əmək bazarında olan, IT sahəsində olan boşluqları doldura bilsinlər. Kifayət qədər layihələrimiz var. Məncə saymaqla burada bitməyəcək. Uğurlar arzu edirik. Təşəkkür edirik Vüsalə xanım. Qeyd eləyək, hörmətli tamaşaçılar, qonağımız İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin müdiri Vüsalə Qurbanovaydı. Bir daha gəldiyiniz üçün və bu maraqlı söhbət üçün sizə təşəkkür edirik. Çox sağ olun.